Dostunu xilas etmək üçün həyatını təhlükəyə atdı və ali mərtəbəyə, şəhadətə yüksəldi. Söhbət Neftçalada boya başa çatmış Vasif Gülhəsənoğlu Mehbalıyevdən gedir. 5 bacının bir qardaşı olan Vasif Mehbaliyev 1994-cü ildə Neftçalanın Aşağı Sura kəndində anadan olub. 2012-ci ildə hədiyyə hərbi xidmətdə olub, 2013-cü ildə isə hərbi xidməti başa vurub. Atası Gülhəsən Mehbaliyev deyir ki, oğlu hərbi xidmətdən qayıtsa da fikri zikri hərbidə qalmışdı. Vasif Mehbaliyev Cəbrayıl və Füzuli rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə olub. Düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. O, oktyabrın 15-də Füzuli istiqamətinə gedən döyüşlərdə yaralı əskər yoldaşını döyüş meydanından çıxarmaq istəyərkən düşmən gülləsinə quş gələrək şəhid olub.